balaya balam belalı balam ay bayalay. Dedin ayağları gelene bak gelene. Bu güney meclisime bir maya gelir. Salamlar, saygılar əziz dostlar. Bu cələsə Mənsuriyə havasının amuzişinə başlayırıq. Bu haviyə Mənsuriyə ya Mənsuri ya Mansırı da deyirlər. Tikə-tikə, qismət-qismət icrasını çalıram və mizan be mizan, mizrab be mizrab amuzişinə başlayırıq. Əvvəl tikəsi bu halətdə çalınır. Bu halətdə çalınır. Əvvəl mizanımız, əvvəl qədəmimiz bu halətdədir. 3 dənə mizrabdır, tamtara vəzni ilə. Əvvəl mizrabımız fa diyezdədir. Bu ahəngidə nə mənə fa işlətsək, fa diyez olacaq, fa diyez pərdəsi işlənəcək. Fa diyezdə rastıdır. Müntaha rast mizrabı vurandan sonra fa diyezdən sonra ikinci barmağına soldan səs alırıq bu halətdə. Yəni mizrab fa diyezdə dəyir. Dəyəndən sonra ikinci barmağı çırpırıq və sol pərdəsindən səs alırıq bu halətdə. İdamədə 2 dənə solda rast çəp mizrab. Pəs olur. در واقع əgər o işarəni də sol nəzərdə alsaq, fa sol, sol, sol olur. Müntaha əvvəl solumuzun mizrabı yoxdur, beduni mizrab və barmaq hərəkətini barmağı çırpmaqla sol pərdəsinə səs alırıq. Bu bir mizrabımız, elə bir şey bu tamımızdır. Taramız da rast çəp solda. Olur tam tara. Tam tara ritmi ilə olur bu halət. Aram ritmində çalsam belədir. Ki səriləşir olacaq bu halət. Bu qədəm eləyə bildik 4 dəfən təkrar eləyək. Yəni 2 mizan hamısı bu qədəmdir. Yəni hər mizanda 2 qədəm. Məcmuda 4 qədəm, yəni 4 dəfə bu çalğını çalırıq. Fa, sol, sol, sol. Ya, fa, sol, sol. Əgər o işarəni nəzərdə almasaq. 1, 2, 3, 4. Müntaha bu halətdə müqəttə halətdə çalınmayacaq. Bunlar poşt sərhəm olacaq bu halətdə 4 dəfə. Burada ixtiyarıdır. Bu 4 dəfə not nevisidə 4 dəfə yazmışam. Bəli, eləyə bilər biri. Məsələn, 3 dəfəni də çala bilər, 2 dəfəni də çala bilər, 1 dəfəni də çala bilər, ya 5 dəfəni də çala bilər. Bəs o teydadına çox paybənd olmayaq ki, hətmən gərək 4 dənə vurulsun. Dilxahidir, batəvəccüh bir ehsasat eləyə bilir. Az vuraq bunu, ya çox. Mən burada 4 dəfən yazmışam.
4 dəfə qutarandan sonra bilafasilə termola düşürük. Termolumuz bu halətdə başlayır ki, fa diyezdə rast mizrab dəyir. Mizrab dəyən saatı bilafasilə 2-ci barmaq qoyulur sol pərdəsinə və termola düşürük. Bu halətdə. Aramın çalsan belə olur. Müntəh səri olmalıdır ki, yəni mizrab ki dəydi, bilafasilə gərək barmaq qoyula və termol olunar. Burada solda termolun zamanı dilxah halətdədir. Yəni ehsas üzü ilə eləyə bilir, az olsun ya çox olsun. Bəli, bu not nevisi də hududən 2 qədəm yazılıbdır. Solun termolu qutarandan sonra zimni termol barmağımızı hərəkət bu halətdə verəcək gələ üstə